Torlu qışa xəstəliklərində görmə etkisinin qarşısını alan yeni implantat hazırlanıb. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası torlu qışa xəstəliyi olan makulyar telangiektaziya tip 2-nin müalicəsi üçün ilk implantatı Enseltonu təsdiqləyib. Bu nadir göz xəstəliyi əsasən mərkəzi görmənin zəifləməsi ilə müşahidə olunur. Bu cihaz gözün içinə cərrahi yolla yerləşdirilir və burada xüsusi görmə zülalı davamlı şəkildə ifraz olunur. Bu zülal torlu qışa hüceyrələrini qoruyur və xəstəliyin inkişafını yavaşladır. Klinik sınaqlarda cihazın yüksək effektivliyi sübut olunub. Müşahidələrə əsasən implant 14 ildən artıq müddətdə aktiv qalır və 24 ay ərzində torlu qışada degenerativ dəyişikliklərin artımını nəzərə çarpacaq dərəcədə ləngidir. Qeyd edək ki, bu Qida və Dərman Administrasiyası tərəfindən neyrodegenerativ oftalmoloji xəstəlik üçün təsdiqlənmiş ilk hüceyrə əsaslı terapiyadır. Enselto gələcəkdə qlokoma və yaşa bağlı makulyar degenerasiya xəstəliklərinin də müalicəsində istifadə oluna bilər.